Herkese salam dostlar. Bugün de yepyeni bir videoda karşınızdayız. Bugünkü videomuzda dostlar Kviça Kvaratskhelia yoxlayırıq. Yorumlarda bəzi dostlarımız bu oyuncunun necə oynadığını görmək istəyib və mən də onu əsl bir onlayn oyuna çıxaraq yoxlamağa çalışacağıq. Hər iki ayağını yoxlayacağıq. Həm sağda oynadacağıq, həm solda. Video keçməmişdən öncə videomuza like atıb dostlar, kanalımıza da abunə olmağı unutmayın. Hesabımız zəifdir, amma biz əlimizdən gələni edəcəyik. Videomuza keçid edək dostlar. Bəli dostlar, hal-hazırda gəldik digər oyunumuza. Rəqəmimiz 3104-dür. Emirhan Delər. Emirhan Delərlə oynayırıq və bu səfər Kviçanın ayağı yenə düz istiqamətdədir. Kviça öz ayağı ilə, normal ayağı ilə oynayacaq. İkinci hissədə də artıq digər ayağını işə salar-salmaz, o da onun öz işidir. Bizim buradan belə eləyib qoya bilərmi? Qoya bildik. Rəqəmimizin heyəti bu şəkildə. Çox gözlətməyə oyunumuza keçid eləyək dostlar. Biz də buradan başladıq. Pası atdıq. Dərhal keçid. Kviça Kvaratskhelia ilə çox sürətli bir şəkildə içəri irəliləyirik. Kviça ilə irəlilədi. Kviça ilə bombanı atdıq. Kviça! Boğazım gəldi. Təpəsi bir adam kimi danış görmədiysən. Sərəfsiz çöpəyoğlu, heyvan çöpəyoğlu, bir adam kimi daha nə oluyorsan hə? Kviça! Genius! Uşaqlar! Uşaqlar, Kviça! Kviça, Kviça. Kviça. Allah Kviça. Allah xoşbəxtlik versin Kviça sənə. Atdıq Kviça, Kviça. 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 Kviça, sənin başına daş düşsün Kviça. İndi qonşular gələcək, uğraşdı, məni sevəcəklər burada. İkinci qoyuram, digər oyunu ikinci qoyuram, bilmirəm, baxarıq orasına da. Yəni hansı daha maraqlı alınırsa, həmişə onu birinci qoymağa çalışıram mən. Cavani, Kviça. Nə pox yedik biz burada, saxlayıb bu bir tərəfdən. Niyə vurmadıq ki biz? Bunu attın. Ortadan keçdi mi? Keçdi. Kviça, o yüzlü bir Kviça. Sağ ol səni Kviça. Kviça Kvaratskhelia. Əslində biz böyüzeydim. Gedib gol da atardım. Sadəcə Kviça üçün attım və rəqib oyunu vızqırtdı. Bana para ver. Bana para ver. Da belə yoxlayaq. Oyunumuzu bitirək artıq uşaqlar. Uşaqlar gəldik növbəti oyuna. Görək. İnşallah bu bir tərəfdən başlayarıq. Ayzber. Ancaq bu bir tərəfdən Batu 4 nını yazıb. Çox güclüdür. Çox güclüdür. Biz bu tərəfdən Kviçanı hələ də yoxlayamayacağıq yəqin ki. Bu bir tərəfdə elə qalsın. Oy. Bu bir tərəfə oyuncu varmı? Var. Bunu bura qoysaq. Defansifə də bunu gətirib CM kimi qoysaq getdik. Rəqibimiz çox güclüdür uşaqlar. Bu rəqib bu səfər dəhşət güclüdür. Yəni buna inanmıram. Bomba atmağı bir kənara qoyun. Heç bombaya yaxınlaşmaq belə olmaz bunda. Cavani! Kviçadan sonra Kviça Kvaratskhelia və hücumçumuz bu kimdirsə o saçlı göt verən. Kafa deyince hangi kafadan bahsettiğimi anladınız değil mi? Hasta mısın dayı sen? Uzaqlaşdırma operasyonları. Kviça Kvaratskhelia! Kvaratskhelia! Kviça!
Nəsib bir adam kimi danış görmədiysən. Şərəfsiz çöpək oğlu. Oh my goodness. Oh my goodness. Kviça. Qapıcı David Raya xala topu qəşəng tutdu orada. Raya buradan oy. Füzuli uy elə oxuyur de Füzuli uy. Füzuli uy ay pox olsun sənin ağzı var. Kviça ağzı var. Kviça Kvaratskhelia. Kvica'dan təmiz cücoğlayan bir oyun. Kviça qan utdurur. Kviça oyun tarixinin möhtəşəm oyuncularından biri. Buradan atdıqca bəlkə çatar, çatmadı və son bir şansımız var. Kviça yenə gəlmədi. Kviçanı çağırdıq yaxına yenə. Kviça oy. Kviça vura bilməmiş bu Kvina. Kviça Kvaratskhelia. Yuhu! Bir şansımız var. Son bir şans. Rəqib neynir? Menyuya qayıtdı. Rəqib oyunu tərk elədi uşaqlar. Uşaqlar biz də beləcə videonun sonuna gələk və bununla da yəni daha yaxşı olub olmadığının belə deyək sizə demiş olaq uşaqlar. Ümumiyyətlə Kviça Kvaratskhelia oyunçu kimi çox gözəldir, çox qəşəngdir, çox xoşuma gəldi. Oyunçu kimi alınarmı? Oyunçu kimi 100% alınar uşaqlar. Bir də belə oyunçu gələrmi? Bilinmir. Bombaları necə idi? Bəs bombalar uşaqlar wow deyildi. Amma qəşəng idi. Yəni pis də deyildi, onu da deyim. Yəni çox pis bomba da atmırdı. Oynatmaqdan asılıdır, bir də vurmaqdan asılıdır. Oyunçunun oynamasından daha çox asılıdır məncə. Yəni ümumən pis bir belə deyək bombacı deyil. Bəs yaxşı deyərsinizmi Son, Salah, nə bilim zırt-pırt? Yox, bu o deyil. Del Piero'ya belə çata bilməz. Yəni Del Piero belə ola bilməz, Mbappe belə ola bilməz. Amma Kvica'da yəni özünə görə qəşəng bir bombacıdır dostlar. Videomuz bu qədər. Videoya like atıb abunə olmağı unutmayın dostlar. Hamınızı çox sevirəm. Sağ olun.